atomlu spirtlərdən danışırıq. Deməli, uşaqlar, bunlarda neçə dənə OH var? Əgər 2 atomlu spirt deyiriksə, deməli, burada neçə OH var? 2 OH var. Ümumi formul bunların bu şəkil. Kim deyər? Doymuş bir atomlu spirtlərin ümumi formulu necə idi? Kim deyər? Doymuş bir atomlu spirtlərin CnH2 1 OH veya CnH2 2 O. bəli. CnH2n plus 1 OH və ya CnH2n plus 2 O. Bəli. Doymuş 2 atomlu spirtlərin formulu uşağı var CnH2nOH2 şəklində. Bunlarda 2 OH olur. Hidrogenləri bir yerə yığanda bunu necə göstərmək olar? CnH2n, 2 dənə hidrogen burada plus 2, oksigen burada neçə dənə olur? 2 dənə olur. Bu şəkildə göstərilir. Və deyirik, doymuş 2 atomlu spirtlərdə en böyük bərabərdir nədən? En böyük bərabərdir 2-dən. Uşaqlar, N-in yerinə 2 qoysaq, bunların ilk nümayəndəsi 2 karbonludur. N-in yerinə 2 qoysaq, ilk nümayəndəsi 2 karbonludur. Bu şəkildə yazırıq ilk nümayəndəsini. Bu maddənin tarixi adı etilen glikoldur uşaq. Bu maddənin tarixi adı nədir? Tarixi adı etilen glikoldur. Biz bunu beynəlxalq nomenklaturaya görə adlandırsaq, necə adlandırarıq? OH olan tərəfdən nömrələyirik 1, 2. 2 karbonu varsa deyirik etan. 2 atom, 1 atomlu spirtlərin sonu ol-la bitirdi. 2 atomlu spirtlərin sonu diol-la bitir. Olur etandiol. Olur etandiol. OH birinci və ikinci karbonlardadır. Olur etandiol 1, 2. Baxın bir dənə. Olur etandiol 1, 2. Davam eləyək. Başqa bir nümayəndə yazıram. Birinci nümayəndə etandiol 1, 2. Digər bir nümayəndəsinə baxaq. Məsələn, kim deyər? Bunun adı necə olar? Hardan nömrələyərik uşaq? OH olan tərəfdən nömrələyərik. 1, 2. OH olan tərəfdən nömrələyirik. 1, 2, 3, 4. Adı necə olar uşaqlar bu spirtin? 4 ilə bitirsə butan deyərik. Deyərik butan. 2 atom olduğuna görə nə deyərik? Diol. Butan diol. OH-ın biri birinci karbondadır, biri ikinci karbonda. Deyərik butan diol 1, 2. Görün burada qaranlıq qalan nəsə var. Məncə rahatdır adlandırmadır. Bildiyiniz şeylərdir. Digər bir nümayəndə yazıram. İndi siz mənə deyin görək uşaq, biz soldan nömrələyərik yoxsa sağdan? Kim deyər? Hardan nömrələyərik? Hardan nömrələyərik? Sağdan. OH olan tərəfdən səmaya. Bax, buradan nömrələsək. 1, 2, 3, 4, 5 və 6. Uşaqlar, burada radikal var. Öncə radikalı deməliyik. Radikal neçə nömrəli karbonlardadır? 4, 5-də. Bəli, 4-də və 5-də deməli necə olacaq? Deyirik 4, 5 dimetil, deyirik 4, 5 dimetil. 6 ilə bitirsə olacaq heksan diol. OH neçənci karbonlardadır uşaq? Olacaq heksan diol. OH neçənci karbonlardadır? 2-ci və 3-cü. Olacaq heksan diol 2, 3. Yəni baxın. Belə anlaya bilirsiniz yoxsa yox? Heksan diol 2, 3. Məncə adlandırma rahatdır. Yəni digər sinifləri necə adlandırırdıqsa burada da o şəkildə. Sadəcə 2 atomlu spirtsə diol deyərik. Uşaqlar, indi burada deməli bəzi fikirləri söyləyək. CnH2nOH2-dir. Gəlin birinci bunun atom sayına. Karbon bilirik 12, 6-dır. Hidrogen 1, 1-dir. Oksigen də 16, 8-dir. İndi gəlin birinci burada atom sayına baxaq. Siz deyin görək atom sayı necə hesablanacaq? Toplayırsınız indeksləri. İndekslərini toplayanda nə qədər edir uşaq? N, 2N, 3N. Mötərizənin içində 2 dənə atom var. 1 oksigen, 1 hidrogen, 2 də buranda 4. Olacaq 3N plus 4. Gəlirəm uşaqlar hidrogen sayı. Kim deyər? Nurlan, hidrogen sayı nə qədər olar burada? Burada nə qədər hidrogen var? Kim deyər? 2N dənə burada var. Mötərizənin içində də 2 dənə hidrogen var. Onda hidrogen sayı nə qədər eləyər uşaq? 2N üzərinə gəlinsin 2.
Desəm ki, uşaqlar 2 atomlu spirtdə neçə qram oksigen var? Bax, oksigenin kütləsi. Kim deyər 2 atomlu spirtdə oksigenin kütləsi nə qədər? Neçə qram olacaq? Kim deyə bilər? 2 atomlu spirtdə oksigenin kütləsi neçə qramdır? Kim deyər? 2 atomlu spirtdə oksigenin kütləsi neçə qramdır? Səmai neçə qram olar oksigenin kütləsi 2 atomlu spirtdə? 32 olardı mı? 32 olar. 2 dənə oksigen var. Oksigen 16-dır. O 2 kimi 32. Uşaqlar gəlirik emerinə. 2 atomlu spirtin emeri hansı düsturdan hesablanır? Mənə kömək edin. Karbon 12-dir. N-ə vururam 12N. 12N. Hidrogen 1-dir. 2N-i 1-ə vururam 2N. Oksigen 16-dır. Hidrogen 1 deyilir 17. Ayağında da 2 varsa 17-ni 2-yə vuranda 34. Onda uşaqlar emir nə qədər edir? 14-ün üzərinə gəlinsin 34. Yəni baxın, məncə başa düşürük. Gəlirəm uşaqlar proton sayı. Proton sayı. Proton karbonun görürsünüz 6, hidrogenin 1, oksigenin 8 protonu var. 6-nı vururam N-ə 6N, 2N-i vururam 1-ə 2N. OH-ın protonunu hesablayaq. Oksigende 8, hidrogende 1 9, ayağında da 2 var. 9'u 2'ye vururam 18. Edir 8N. Üzərinə gəlinsin 18. Gəlirəm uşaqlar neytron sayına. Neytron sayı. Karbonun neçə neytronu var uşaqlar? 6, hidrogende 0, oksigende 8. 6-nı N-ə vururam 6N. Hidrogeni nəzərə almıram. Çünki hidrogenin neytronu 0-dır uşaqlar. Nəzərə almıram onu. Oksigenin bir də neytronu var. Oksigenin 8 neytronu var. Mötərizənin içində 2 dənə oksigen var. 8-i 2-yə vuranda 16. Gəlirəm uşaqlar rabitə məsələsinə. Siz bilirsiniz ki, bu doymuş spirtdir axı. Doymuş 2 atomlu spirt. Rabitə deyəndə onda burada rabitələr hamısı necə rabitə olacaq? Sigma rabitədir. Sigma rabitədə necə tapılır uşaqlar? Açıq quruluşluq birləşmələrdə necə tapılır? Atom sayı çıxılsın, 1 düsturu ilə tapılır. Burada atom sayı 3n plus 4'dür. 3n plus 4'dən biz 1 çıxırıq. Eləyir 3n plus 3. Uşaqlar, bu sigma rabitələr nələr arasında yaranır? Sigma rabitə yaranır karbon-karbon, karbon-hidrogen, karbon-oksigen. Bunu belə yuxarıdan yazın. Hamısını bir yerə yerləşdir. Sigma rabitə yaranır uşaqlar karbon-karbon, bundan sonra karbon-hidrogen, karbon-oksigen və bir də yaranır oksigen-hidrogen arası. Karbon-karbon arası sigma rabitəni necə hesablayarıq uşaqlar? Kim deyər? Karbon-karbon arası sigma rabitəni necə hesablamaq olar? Karbon-karbon arası sigma rabitə karbon sayından bir dənə əskik olur. Karbon-karbon arası sigma rabitə hidrogen sayından bir dənə əskik olur. Bunu yadda saxlayaq. Və uşaqlar, karbon hidrogen arasındakı sigma rabitə necə hesablanır? Karbona birbaşa birləşən hidrogenlər. Karbona birbaşa birləşən hidrogen nə qədərdir? 2. Bəs CO rabitəsi neçədən olar uşaqlar? Sizdə CO rabitəsi neçədən olar? CO rabitəsi neçədən olacaq? 2 dənə oksigen varsa, CO rabitəsi neçə olar uşaqlar? 2 dənə. OH rabitəsi də, deməli 2 atomlu spirtdirsə, OH rabitəsi də 2 dənə olacaq. 1 atomlu spirtdə yadınızdadırsa, bunlar 1-ə bərabər idi. 2 atomlu spirtdə isə deməli, bunlar nəyə bərabərdir? 2-yə bərabərdir. Bir dənə baxın. İndi uşaqlar sizə nəyi deyəcəm? Deməli, siz bilirsiniz ki, eyni növ qeyri-metallar arasındakı yaranan rabitə qeyri-polyar kovalentdir. Baxın, M-1 bu qeyri-polyar kovalent. Qeyri-polyar kovalent. Qeyri-polyar kovalent rabitə M-1 ilə hesablanır. Bir də var uşaqlar, polyar kovalent rabitə. Polyar kovalent rabitə isə müxtəlif növ elementlər arası yaranandır. Baxın, bunlar üçü bir yerdə polyar kovalent rabitə. CH rabitəsi, ISU yoxdur dərsdə. CH rabitəsi jalə nə qədər olacaq? 2 var burada. CH rabitəsi 2N-dir. Onlar da CO ilə OH da 2-2-dir. Bunları toplayanda edir uşaqlar 2N üstə gəl 4. Bunlar müxtəlif növ elementlər arası yarandığına görə bunlar da polyar kovalent rabitə olur. Baxın bir dənə. Bu da olacaq polyar kovalent rabitə. Polyar kovalent rabitə 2N plus 4, qeyri-polyar kovalent rabitə M-1. Uşaqlar, bundan sonra karbonun hibrid orbital sayını soruşa bilər bizdən. Mən sizə doymuş bir atom spirti keçənə demişdim ki, hibrid orbitalı desə biz həm də nəyi götürməliyik burada uşaqlar? Oksigen.
Və burada da indi 2 oksigen var. Doymuşdu deyənə, sigma rabitədir deyənə oksigenlərin hər ikisi sp3. Amma biz demişdik ki, belə suallarda bizdə, ümumiyyətlə spirtlərdə oksigenin hibrid vəziyyətini istəmir. Bizə belə deyir şərtdə, karbonun hibrid orbital sayını hesablayın. Burada doymuş spirt olduğuna görə karbon atomları uşaqlar burada hansı hibrid vəziyyətində olur? 4 sp3 hibrid vəziyyətində olar. Onda hibrid orbital sayda n dənə karbon varsa, hər sp3-də 4 hibrid orbital var. 1s, 3p. Onda hibrid orbitalın düsturu necə hesablanır uşaqlar? 4n düsturu ilə hesablanır. Bir dənə baxın bu məlumatda. Yəqin ki, bunları başa düşə bilirsiniz uşaqlar. Bundan sonra keçək bunlarda izomerlik məsələsinə. Çox atomlu spirtlərdə izomerliyi belə ətraflı, detallı öyrənmirik. Amma izomerliyin nə olduğunu siz bilirsiniz. Siz bilirsiniz, burada da məsələn karbon zəncirinin quruluşu dəyişərsə, quruluş izomerliyi yaranar. OH-ın yeri dəyişərsə, hansı izomerliyi olacaq? OH-ın yerləri dəyişsə. Vəziyyət izomerliyi olacaq. Bəli. Sonra bir karbona 4 müxtəlif radikal birləşərsə, yəni asimetrik karbonu varsa, bu zaman optiki izomerliyi olacaq. Bu şəkildə bunları biz danışırıq. İndi homoloqda bilirsiniz, eyni sinifə aid olan maddələr homoloqlardır. Və bilirik ki, uşaqlar, homoloqlar bir-birindən neçə qram fərqlənir? CH2 qədər fərqlənir, yəni 14 qram fərqlənir. Uşaqlar, gəlin indi keçək 2 atomlu spirtlərin deməli alınmasına keçək. 2 atomlu spirtlərin alınması xüsusən də ən çox birinci nümayəndə üzərində danışılır. Etilen glikolun alınması. Etilen glikolun əsasən də yazdığım reaksiyalar sənaye aiddir. Etilen glikolun alınması. Uşaqlar, etilen glikolu necə almaq olar? Etilen glikolu almaq olar biz belə bir reaksiya keçmişdik, yadınızdadır, alkenlərdə. Demişdik, etilen oksidləşir, gümüş katalizatorunda, epoksidə çevrilir. Yadınızdadır o reaksiya. Etilen demişdik, oksidləşəndə, gümüş katalizatorunda etilen oksid və ya epoksidə çevrilir. Biz bu epoksidi hidratlaşdırsaq, epoksidin üzərinə su gəlsə, buradan etilen glikol alır. Bu reaksiya düşə bilər. Epoksidi biz iso hidratlaşdırsaq, bu bizə nə verər? Etilen glikol verər. Bundan başqa uşaq var. Necə almaq olar etilen glikolu? Etilen glikolu almaq olar etilenin oksidləşməsi hidrogen peroksid iştirakında. Hidrogen peroksid iştirakında oksidləşəndə etilen glikol verə bilər. Bundan sonra uşaq var. Etilen glikolu ala bilərik alkenlərin kalium permanganatın suda məhlulun iştirakında oksidləşməsi. Bu reaksiya yəqin ki, sizə məlumdur. Demişdik, əmsallar necə olur? 324, yəqin ki, məlumdur sizə. 322. Etilen kalium permanganatın suda məhlulu iştirakında oksidləşəndə əmsallar da belə idi. 324, 322. Alınar burada pi rabitə qırılırdı. 2 atomlu spirt yaranır. Üzərinə gəl kalium OH, üzərinə gəl mangan O2. 324, 322. Bu həmişə ödəyirdi. Yəqin ki, yadınızdadır. İndi mən burada etilen üçün yazdım, amma bu sonuncu yazdığım bu 324, 322 reaksiyası siz bilirsiniz ki, uşaqlar, bu deməli digər alkenlər üçün də ödəyir. Digər alkenlər üçün də ödəyir bu reaksiya. Məsələn, mən propen yazaram. Propeni oksidləşdirir. Kalium mangan O4. Buradan da deməli 3 karbonlu 2 atomlu spirt alır. İndi burada OH sizcə hansı karbonlara düşər uşaqlar? 2 qat rabitə hansı karbonlardadırsa, karbonlar arasındadırsa, OH həmin qırılacaq, OH həmin karbonlara keçəcək. Belə bir deməli 2 atomlu spirt alır. Kalium OH, mangan O2. Əmsallar da yenə dediyim kimi burada asılı deyil deməli alkendən həmişə 324 və 322 olur əmsallar. Bunları da bilməlisiniz. Yəni, baxın uşaqlar, görün, bura qədər qaranlıq qalan nəsə var. Yenə baxın. Başa düşmədiyimiz, anlamadığımız nəsə var burada. Mən də başa düşdüm. Keçirik növbəti alınma üsulu. Bir də uşaqlar, belə bir alınma üsulu var. Biz bir atomlu spirtləri keçəndə alınmada belə bir qayda demişdik. Necə demişdik? Alkanların monohalogenini törəməsi qələbinin nədə məhlulu demişdik. Demişdik, qələbinin nədə məhlulunu götürsək biz oradan spirt alarıq. Suda məhlulu, düzdür. Burada da 2 atomlu spirtdən danışırıq deyə.
Deyirik ki, alkanların dihalogenli törəməsinə qələbinin suda məhlulu ilə təsir etməkdir. Alkanların dihalogenli törəməsinə qələbinin suda məhlulu ilə təsir etməkdir. Məsələn, bir dənə dihalogenli törəmə yazıram. Gəlirəm üstünə qələbinin suda məhlulu. 2 moldan götürürəm, heç bir şey. Xlorlar gedir, yerinə OH keçir. Və 2 molda buradan kalium xlor al. Bir dənə baxın uşaq. Məncə rahat. Məncə rahat qaydadır. Və yaxud bu şəkildə yazıram. Bunu da üzərinə qələbinin spirtdə, daha doğrusu suda məhlulunu gəlirəm. Kim deyər mənə? İndi birdən bu dihalogenli törəmə, bu yazdığım elə bu lövhədə gördüyünüz qələbinin spirtdə məhlul olsaydı nə verərdi? Alkin 2 mol götürmək. Afərin. Halogenlər qonşudursa dihalogen alkin verirdi, bəli. Xlorların yerinə OH gəlir və bir də buradan natri xlor deməli nə edir? Alınır 2. Uşaqlar, məncə bunu da bildiniz. Əgər bunu da bildiksə, demək olar alınma reaksiyalarından danışdıq. İndi keçirik nəyə? İndi keçirik deməli fiziki xassələr. Uşaqlar, əsasən də burada danışanda ilk nümayəndə üçün danışırlar. Deyirik ki, etilenglikol rəngsiz suda yaxşı həll olan maddədir, mayedir. Suda yaxşı həll olan mayedir etilenglikol. Uşaqlar, etilenglikol şərbətə bənzər şirin dadlı maddədir, şirin dadlıdır. Etilenglikol özlü mayedir. Mayelərdə özlülük var. Bir növ mayenin axıcılığı demək. Özlülük. Hər mayenin özlülüyü var. Deyirik özlü mayedir, şərbətə bənzərdir, zəhərlidir. Etilenglikol zəhərli maddədir. Yadda saxlayarsınız. Bunlarda da uşaqlar karbon sayı artdıqca, izomerlərin sayı nə edəcək? Artacaq. Digər xüsusiyyətlər orada necə idisə, burada da belə. Bu məlumatları bilməlisiniz. Uşaqlar, yadda saxlayın, 2 atomlu spirtlərdə biz demişdik, spirtlərin qaynama temperaturu necə idi? Məsələn, yadınızdadır, sadə efirlərlə müqayisədə. Deməli, Daha çox idi da. bəli, demişdik, qaynama temperaturu daha çox idi. Bunun səbəbini nə ilə bağlı eləmişdik? Hidrogen rabitəsi ilə, bəli. Bunlarda da özdə 2 atomlu spirtlərdə uşaqlar. Həm molekul, belə deyək, 2 atomlu spirtlərdə həm molekullar arası, həm də molekul daxili hidrogen rabitəsi var. Yəni, bunlarda da var, güclüdür. Ona görə T qaynaması da çoxdur. Bundan başqa uşaqlar nə deyə bilərik? Bunlar belə. Yəni, bu xüsusiyyətlər o biri siniflərdə necə idisə fiziki xassələr, bunlarda da bu xüsusiyyətləri deyirik. İndi keçək bunların kimyəvi xassələrinə, Səmaya. Kimyəvi xassə uşaqlar nə deməkdir? Nə ilə reaksiyaya girəcək, nə ilə reaksiyaya girməyəcək. Bunlar da bir atomlu spirt kimi nə ilə reaksiyaya girir? Aktiv metalla reaksiyaya girəcək. Biz bir atomlu spirtdə nə demişdik? Demişdik, o nə qədər hidrogen ayırır? Demişdik, bir atomlu spirtlər OH, həm